Bakıda kimyaçılar və kimya mühəndislərinin birinci beynəlxalq konfransı öz işinə başlayıb. Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan konfransın rəsmi açılış mərasimi dünən baş tutub. Paytaxt daha bir beynəlxalq konfransa ev sahibliyi edir. Kimyaçılar və kimya mühəndislərinin birinci beynəlxalq konfransı 5 gün davam edəcək. Dünyanın 12 ölkəsindən 100-ədək mütəxəssisin iştirak etdiyi konfrans Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft şirkətinin birgə dəstəyi, həmçinin Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı və digər qurumların təşkilatçılığı ilə keçirilir. Təhsil Naziri Misir Mərdanov konfransın xaricdən gələn nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan müəllimlərin arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına təkan verəcəyini bildirib. Aprelin 21-nədək davam edəcək kimyaçılar və kimya mühəndislərinin birinci beynəlxalq konfransı kimyaçıları, kimya üzrə mühəndisləri, sənaye mütəxəssisləri və kimya sahəsi üzrə tədqiqatçıları bir araya gətirəcək. Konfrans çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif mövzularda leksiyalar təşkil olunacaq. Qeyd edək ki, Azərbaycanın qida sənayesinə öz töhfələrini verən Azərsund Holding də tədbirin dəstəkçilərindən olub.